İmam Zaman ağa sağ olmağına görə xanım Zeynəbə borcludur. Bu fikirlə razısınızsa yox. İmam Zaman bugün yaşayırsa xanım Zeynəbə borcludur. Çünki onun atası İmam Həsən Əskər əleyhissalamda, İmam Əli Ən-Nəqi, İmam Məhəmməd Təqi, İmam Rıza, İmam Musa ibn Cəfər, İmam Cəfər Sadiq, İmam Məhəmməd Baqir və İmam Səccad hamısı sağ olmaqlarına görə ona borcludular. Çünki bioloji, fiziki məhv eləməkdən İmam Səccadı o qorudu. Onun vasitəsilə imamət fiziki olaraq mövcud oldu. Yəni, imamət var olmasına görə, mövcud olmasına görə Həzrəti Zeynəbə borcludur və onun məqamı o qədər ucadır ki, İmam Hüseyin meydana gedəndə mən 2-ci tarixdə oxumamışam. Hələ görməmişəm ki, İmam Hüseyin kiməsə desin, mənim üçün dua elə. İmam Hüseyin əleyhissalam meydana yollananda xanım Zeynəbə dedi ki, bacı, gecə ibadətində məni dualarında yadından çıxartma. Görün kimdir bu xanım Zeynəb ki, İmam Hüseyin ondan dua istəyir və biz də bugün onun mövlud günündə ondan dua xahiş edirik. Yəqin ki, bizim hacətlərimiz çoxdur, bizim dərdlərimiz çoxdur. Onun da nəzəri var bu məclisə. Öz mövlud günündə bizə hədiyyə olaraq ana övladlarına hədiyyə verər. O da bizim mənəvi analarımızdır o insanlar. Onlardan hədiyyə istəyirik ki, o dualarında bizi unutmasın və bugün əlini Allah dərgahına qaldırsın və bizim üçün dua eləsin. Xoş Həbib ibn Məzahirin halına ki, deyir, gələn kimi, özünü çatdıran kimi xanım Zeynəb İmam Hüseynə dedi ki, Həbibə mənim salamımı çatdır. Həbibə mənim salamımı çatdır deyəndə, deyir, Həbibin gözü yaşla doldu, ağladı. Yaşlı kişi idi, ağsaqqal idi, ağladı. Dedilər, niyə ağlayırsan? Dedi, Zeynəbin məzlumiyyətinə ağlayıram ki, mənim kimisinə salam göndərir. Əhl-i Beyt indi mənim kimisinə möhtac olub, mənim kimisinə ehtiyaclı olub. Biz də bir əməl sahibi deyilik, amma xanım Zeynəbin analığına, mərhəmətinə ümid edirik ki, inşallah əlini qaldırar, Allah dərgahına bizlər üçün də dua eləyər. Allah o xanımın dünyada ziyarətindən, qiyamətdə şəfaətindən bizi binəsib eləməsin. Allah onun hərəmini, qəbrini hədəfə alanlara lənət eləsin. Allah onun hərəminin keşiyində olanları müvəffəq eləsin inşallah.